Həsəd yaxşılıqları yeyər, məhv eləyər. Atəş necə odunu yandırıb külə çevirir, həsəd də əməlləri bu cür məhv eləyir. Əməllərin təbii təsiri vardır. Sən İstəsən də, istəməsən də, bilsən də, bilməsən də. Atəşin kənarında oturmuşuqsa, əlimizi atəşə vururuqsa, o bilərəkdən, bilməyərəkdən yandıracaq məməli. Bir mayeni su olaraq su bilib içiriksə, onu bilsəm də zəhərdir, bilməsəm də zəhərdir, o məni öldürəcək. Çünki zəhərdir, zəhərin təsiri var. Günahlar da belə dərzidir. Bilsək də, bilməsək də, bəzi vaxt insanın ruhuna dağıdıcı təsirini göstərir. Dağıdıcı təsir. Qur'an oxunan zaman qulaq asmaq lazımdır. Qur'anı dinləmək lazımdır. Qur'an oxunan yerdə söhbət olmaz. Allah danışan yerdə bəndə susmalıdır. Qur'anı dinləmək lazımdır. Qur'an oxunan zaman əgər mən danışıramsa və hörmətsizlik eləyirəmsə, bu özü əməllərimizin puç olmasına səbəb ola bilər.